Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bugün 18 aprel 2026-cı ildir. Həftənin 6-cı gündür. Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Biraz təngi nəfəsəm, üzrü sayın. Deməli saat 05:53, deməli 6-ya qalıb 7 dəqiqə. Mənim səfərim özünüz bildiyiniz kimi Göyçay maşın bazarınadır. Bir daha nəzərinizə çatdırım ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. İnşallah ki, mən də yollanıram Göyçay maşın bazarına və maşın bazarının girişindən davam edəcəm sizlərə çəkişə və maşın bazarında olan maşınların qiyməti haqqında inşallah ki, maraqlanacağıq. Sağlıq olsun, bazarın girişindən çəkişə davam edəcəm, izləmədə qalın. Salam, sabahınız xeyir olsun bir daha. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri bir daha salamlayıram. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. Həm bazarımızın girişində, həm bazarın daxilində hər növ avtomobillərimiz var. Həm xarici, həm vaz, həm 06, 07'lər, Çeşkalar, 4göz. Nə bilim, orada bir Odo markalı maşınımız var, onu da çəkib göstərəcəm. Maraqlı maşındır. İlk dəfə deyil, Prioramız var. Yəni hər növdə maşınlarımız var. Allahın köməkliyi ilə inşallah ki, yəni ön tərəfdən çəkiş eləyəcəm. Sonra yəni bazarın içinə daxil olacaq Allahın köməkliyi. Deməli bazarımızın ön tərəfdən çəkişini eləyim. Bazarımızın girişidir. Gördüyünüz kimi bura deməli bizim İsmailli Şamaxı Ağsu yoldur və Bakıdır, belə deyək də. Bakıdan gələndə üzü Göyçay istiqamətinə gələndə bu maşın bazarı düşürsün sağ tərəfinizə. Bir daha qeyd edirəm. Orada Mərəzədir, sonra Bakıdan gələndə Mərəzədir, Ağsudur, Şamaxıdır, sonra İsmaillidir. Yəni bu bölgələrdən gələn alıcılar, satıcılar maşın bazarı sizin düşür sağ tərəfinizə və bazarın girişində də görürsünüz 07'lər, 4göz, 190. Bunlar hamısı bazara, yəni maraqlanmağa gələnlər, maşın almağa gələnlərdir. Bu istiqamətdən də bir çox bölgələrimiz var ki, bu istiqamətdən də yəni gələ bilərlər. Məsələn, Kürdəmirdir, Ucardır, Mingəçevirdir, Xaldandır, Bərdədir, Ağdaşdır, Gəncədir və digər adın çəkmədiyim bölgələr var ki, hər birin salamlayıram bölgələrimizi. Sabahınız xeyir olsun deyirəm. İşiniz uğurlu, gününüz, işiniz avan da olsun, gününüz də uğurlu keçsin inşallah ki. Bu bölgələrdən də gələnlər, üzü Göyçay və üzü İsmailli, Ağsu, Şamaxı, Bakı gedənlər maşın bazarı düşürsün solunuza. Onu da qeyd edin. Burada bazarımızın girişində yəni bu maşınları çəkdim. Burada da 011'imiz, Passatımız, 015'imiz və bazarımızın möhtəşəm girişi. Xatırladaq ki, bazarımız 6-cı günü xidmətinizdədir. Burada bazarımızın girişində bir elan plakatımız var. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. 050 51 627 46 83 055 yəni 050 977 66 08. Bunlar zəng nömrələrdir. WhatsApp'da da yaza bilərsiniz. Həmçinin hər nömrənin WhatsApp'ı, amma xüsusi WhatsApp nömrəmiz də 055 628 11 36. Bazarımızın girişi. Bazarımızda hər növ maşınlarımız var. Hər növ maşınlarımız var. Bax 99'umuz, bunun çəkişi var. Möhtəşəm 99. 07 bunun da çəkişi var. 07, 06. Bax bu markalı maşını deyirəm. İnşallah ki çəkib göstərəcəm. Çeşkamız var, 06'lar, 07'lər. Orada 06'mız var. Yeşkamız var, 4gözümüz var. Və 07'lər, 04'ümüz var. Burada bir dənə 4gözümüz var. Prioramızda öz yerində. İnşallah ki hamısını çəkib göstərəcəm. Sizlərdən də xahişim nədir? Videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla paylaşmaq ki, buna mənə yeni abunə sayı, yeni baxış sayı, yeni bəyənmə sayı deməkdir. Və bir şey xüsusi nəzərinizə çatdırırım ki, may ayına özəl bazarımızda xüsusi kampaniyalarımız olacaq.
Kanalı izləmədə qalın, videoları izləmədə qalın. İnşallah o kampaniyalar haqqında sizlərə məlumat verəcəm. Bismillah eləyirik, işimizə başlayıram mən, işimə başlayıram. Allah hər bir kəsin işinə avan eləsin. Baxıram, izləyirəm, hamısına nəzər salıram. Məni də baxırsınız, izləyirsiniz və belə deyim ki, marağınızda olan maşınları kommentdə qeyd eləyə bilərsiniz. Kommentlərin hamısını bir-bir oxuyuram, nəzər yetirirəm. Kommentdə qeyd eləyə bilərsiniz. Təbii ki, kommentlərdə təhqirə yol verməmək şərtilə. Tənqid olar, amma təhqirə yol vermək olmaz. Ümumiyyətlə olmaz. Nəsə, yəni istədiyiniz maşını qeyd eləyəsiniz. İnşallah ki, qarşıma çıxarsa çəkib göstərəcəm və Allahın köməkliyi ilə qismət olsa Sumqayıt maşın bazarından da çəkişimiz olacaq. Onu da paylaşacağam. Ya Allah, bismillah deyirəm, işimə başlayıram. Allah hər birimizin işini avan eləsin. Dəyərli, hörmətli YouTube izləyicilər, TikTok səhifəmin izləyiciləri. Mən özünüz bilirsiniz ki, artıq 8 ilə yaxındır ki, bazarlarda çəkiş eləyirəm. Belə bir markalı avtomobil ilk dəfədir çəkirəm. O da markalı avtomobildir. Maşın sahibi də yanımızdadır. Və maşın sahibi ağsaqqalımızdır, əmmimizdir, canımızdır, gözümüzdür. İnşallah məlumat verəcək. Salam əleykum ağsaqqal. Bazar olsun. Məlumat verək zəhmət olmasa. 06'dır motoru. Motoru 06'dır, marka Oda. Odadır, iş bırakan maşındır. Aha. İli neçənci ildir? 2003'dür. 2003'dür, mexanikadır. Satış, bəli, mexanikadır. Aha. Satış 2005'dir. Aha, satışı 2005-ci. Aha. 2006-cı ildən də bir maşın məndədir. Aha. Sizdə olarkən belə deyək də problem yaratmır, ciddi bir buruğu, udarı. Bununla gezib Kəlbəcəri bütün hər yeri, Bakını hər yeri gəzmişəm. Allah sizə ömür versin. Belə motor, korobka salamatdır. Salamat. Belə aha. Sürətdir. Aha. Yəni çəkimi gözəl. Belə kondisioneri falan yoxdur içində? Yox, kondisioner yox. Peç amma var. İşləh vəziyyətdə. Dediniz ya, motor xadaboy problem. Qiyməti nə demirsən axı? Qiyməti 3000 deyirəm. Yəni razılaşmaq olacaq. Telefon nömrəni işlək. 050 781 03 66. Adın? Kamil. Kamil əmmimiz. Maşına harda baxmaq olar? Qara Məryəmdə. Göyçayranın Qara Məryəm kəndində. Barterə gedərsən hansısa maşınla? Xeyr. Nağd pula ehtiyac var. Deməli Kamil əmmimizdən məlumat aldıq. O da markalı maşında iş istehsalıdır. İş buraxıb. İli 2003'dür. 06 motordur. 5 korobkadır. Motor, korobka, xadaboy sistemi əla vəziyyətdədir. Problemimiz. Bir dənə kosmetik işə ehtiyac var. Kosmetik işini gördürüb, yəni sürə də bilərsən, bu vəziyyətdə də idarə eləyə bilərsən. Maşınımız yəni həqiqi çox maraqlı maşındır. Yəni qapının cəhdəsinə kimi fikir verin. Çox bir maraqlı maşındır bu. Baxırıq, salon səliqəlidir. Qapı da maşallah səliqəli örtüldü, həqiqətən. Baxırıq. Fikir verin. İndi bax. Rahat. Rahat örtüldü. Çox maraqlı bir həqiqi avtomobildir bu. Deməli, bunu bir dənə Kamil əmmimiz tutaq. Mən bunu buradan belə bunu qaldırıb çəkmək istəmirəm. Kim istəsə gəl. Kim istəsə özü gəlib çəkər. Çünki yəni oranı eşələ, qaldır. Onlar hamısı məndə vaxt aparır. O da bax burada da yazıb, indi siz görməyə də bilərsiniz. O da aha, 1.6 motordur. Aha, 1.6 motordur. İndi pozulub bəlkə də görməyə bilərsiniz. 1.6 motordur. 22 nömrə ilə Goranboy əhalisinə salam olsun. Amma maşın Göyçaydadır. Baxırıq. Salon səliqəlidir. Euro belə deyək şit. Rol qəşəng. Skorus 5 skorus. Atmağı yoxdur. Mexanikadır. Peç işləh vəziyyətdədir. Yəni maşın problemsiz maşındır. Bir dənə indi mühərrik yerini qaldırıb çəkəcəm. Maraqlıdır mənim mühərrik yeri bu maşının. Baxın. 06 motordur. Mühərrik yeri maraqlı bir yəni maşındır bu. 3000 start qiymətlə çıxıb. Deməli Kamil əmmimiz qeyd elədi ki, real alıcıya endirim olunacaq. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə yaxşı və ucuz qiymətə maşın almaq istəyən izləyicilərimiz, sizə Göyçay maşın bazarında Vaz 2506 markalı avtomobilin çəkisini eləyəcəm. Amma qardaşdan məlumat alacaq. Daha sonra
qiymət və bütün məlumatları qeyd eləyəcək. Salam əleykum qardaş. Bazar olsun. Allah razı olsun. Allah bazarını yetirsin. Azərbaycan xalqına salamlarımı çatdırıram. Aleykum əssalam. Ya Allah. Bismillah. 2001 qardaş Kanatqadır, Aha. 06, Aha. 065, Aha. sənəddə qeyd olunur. Aha. Motor 0307 usilinli. Aha. Karovka 5 skorisi. Difirində yüngül cüzi səsi var. Səsi var. Ha. Qalan yəni maşın udarsız maşın. Düzdür, dəyişən detalları var, amma maşın udar görmür. Aha. Yəni səliqəli maşındır, pis maşın deyil. Bu maşına yaxın bir qardaş var, Vüsal adlı oğlan. Ondan almışam. Ondan alsa ehtiyac Bəli, uzatından bəli, sat. ehtiyac uzbatından satıram. İmkan olsa yəni maşın olsa dəyişə də Bildim. bilərik. Üstündə kullanmaq. Deməli, dedin 0307 motordur. Yağ yemir. Xeyr. Karopka atmır. Xeyr. Difilində cüzi bir Cüzi səs var. səs var. O da 60-dan itirir sonra. Maşın haqqında maraqlanan nəmimiz də var. Qiymət demiş. Qiyməti nə deyirsən? 4-8-ə. 4-8-ə deyirsən. Yəqin ki bir endirim olunacaq orada. Olunacaq, bəli, Endirim bəli. olunacaq. Telefon nömrü eşdək. 050 675 41 58. Adın? Rövşən. Rövşən qardaş. Maşına harda baxmaq olar? Göyçay. Dedim barterə gedərsən. Bəli, bəli. Öz dəyərindən ucuz, üstündə Bəli, pul almaq bəli, şərti ilə. bəli, bəli. Məsələn belə deyək də Rövşən 2000 dəyərində, 2500 manat dəyərində olan bir maşın Bəli, bəli. və 2000 də üstündə və Bəli, belə deyək bəli, bəli. 1500 2000 də üstündə Bəli, pul bəli, almaq bəli, şərti ilə. bəli. Heç nə. Deməli Rövşən qardaşdan məlumat aldıq. 2001. 0307 motor. 5 karovka. Difirində cüzi səsi var. Motor belə deyək, karovka salamatdır. Motor yağ yemir, karovka atmır. Kosmetik şey ehtiyacı yoxdur. 99 nömrə üstündə qalacaq. Regionallı nömrəmizdir. Salon səliqəlidir. 4 kolonqa arxada. Baxırıq. Bu qapı bağlıdır. Bu qapı niyə bağlı olur? Həmişə mənə maraqlıdır. Yaxlarım da bağlı. Aha, pult sistemidir. Ola bilsin pultda yəni basılı qalır, yəni bağlanır qapılar. Salon oturacaqlar səliqəlidir. Ayaqaltılar yoxdur amma. İndi 4 dənə ayaqaltı alarsınız, almarsınız onu bilmirəm. Deməli baxın, staşan yerləri baxın belə vəziyyətdədir. Çəkib göstərəcəm hamısını. Bir də bu tərəfi çəkim göstərim. Yəni ümumi baxın, yük yeri belə vəziyyətdədir. Gəlib baxmaq istəyən özü qaldırıb baxa bilər. Gəldik sürücü tərəfdən salona. Burada oturacaqda yüngül sökük var. O da böyük bir rezonans yaratmır. Və mühərrik yeri. Deməli, gəldik maşının mühərrik yeri. Mühərrik yeri səliqəli. Akkumulyator yaxşı, yeni. 4 yeni təzə təkər. Göstərə bilərəm. 4 yeni təzə təkər. 2 ay deyil vururduq üstünə. 0307 motor. Onu da sizə bir dənə göstərim. Bir dənə baxın, görürsüz 0307 motor. Belə 4800 manata 2001-in 06-sını siz bazarda tapa bilmərsiniz. Özəs Kanatqa sənəddə 065 21 065 yazılan maşındır. Xırda para, yəni difilin səsi ola bilər. Məsələn, yəni ola bilər ki, yəni xırda para işi ola bilər. Maksimum belə deyək 500-300 manatlıq işi ola bilər. O da yəni maşın alanda üstünə qoyursan. Bunu da Rövşən qardaş məlumatları qeyd elədi. Mən də təzədən təkrarladım. Yenə də qeyd edirəm. 4800 manat start qiymətimizdir. Gəl otur maşına bax, sür, yoxla. Rövşən qardaşın da nömrəsi qeyd olunub. Sən ki vur, yəni maraqlan. Allah alana da, satana da xeyir verər inşallah ki. Daha mən sizə belə yəni ucuz qiymətə ili yaxşı maşın hardan tapıb çəkə biləcəm? Burada Göyçay maşın bazarında. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə yaxşı 07 alıb sürmək istəyən izləyicilərimiz, Zavod 07 təbii ki. Bu videoya diqqətlə baxın. Qardaşımız bazara, Göyçay maşın bazarına bir dənə 07 çıxardıb, Zavod. Bir dənə özüm soruşacağım, qısa bir məlumat verəcək. Üzün görsən mən istəmir. Salam əleykum qardaş. Bazarı olsun. Qısa soruşacağım. İli neçənci ildir? 2004 zavod. Zavod. Rəh deyən yeri. 90% bez kraskadır. Bez kraskadır. Motor, karovka salamat. Difirində səsi. Heç bir problemi yox. Qiymət nədir? Qiymət 5600 manat son qiymət. 5600 son qiymət. Telefon nömrə qeyd elə. Telefon nömrəsi 051 326 67 76. Adın? Adım tapdıq. Tapdıq. Maşını hansısa maşınla barterə gedərsən, Xeyr. nağd pula ehtiyac var. Tapdıq qardaşdan qısa bir məlumat aldım. İndi özüm bir geniş məlumatını qeyd edəcəm. İl 2004. Zavod detal dəyişikliyi ilə söhbət gedə bilməz. 90% öz kraskasıdır, pult sistemidir.
Qorxdum, özüm də qorxdum. Əlim puldu. Bağaca dəydi, bağac açıldı. Baxın. Audio sistem öz yerində. Təkərlər normal. Salon səliqəli. 4 orijinal Pioneer kolonka öz yerində. Baxırıq. Hamısı öz yerində. Və gəldi sürücü tərəfdən salona. Qardaşım da bunu maşallah olsun qaldırıb. Ön şüşələr podyomnik. Avtomatik qalxıb elinir. Pioneer kolon Magintola orijinal. Öz yerində. Öz yerində 07'in olmaz olmazı logomuz da var. O da öz yerində və mühərrik yeri ay maşallah. Mühərrik yerdə gördüyünüz kimi akkumulyator yepyenidir. Mühərrik yerində problemi yoxdur. Belə tapdıq qardaş, məlumatlar qeyd elədim. Mən də təzədən təkrarladım. Sizə də bu maşın maraqlı gələrsə, tapdıq qardaşım qeyd elədi. Əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Xatırladaq ki, 90 nömrə üstündə qalacaq. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizə bir dənə 06 çəkib göstərəcəm. Belə deyək, münasib qiymətədir, ucuz bəsərdir. Kənd arasına sürməyə yarayan bir 06, amma qardaşımıza məlumat alacaq. Salam aleyküm qardaş, Allah bacarı yetirsin. Çox sağ ol qardaşım. Qısa bir məlumat. Il neçənci ildir? 83. 83. Motoru 06. 06 karopka. 06 4. 4 karopka. Difrində səsi Xeyr. yoxdur. Motor yağ yeyir. Xeyr. Yoxdur. Karopka atır. Xeyr. Atır. Heç biri. Xadava sistemi problem yoxdur. Bir dənə rəngə Bir gördüyüm dənə kimi. rəngdir. Gördüyün rəngdir. Yəni pedokdur, difirdir, karopkadır. Yəni bez problem. Ürəyin hara istəyir, otursun. Öz adımıza olan maşında tek pasport, sığortası da tek motor hər bir şeyli qaydası. Qiyməti nə? Qiyməti 2300-ə deyirəm. Deyirsən. Bəli. Yəqin ki, orada bir cüzə indirmir. Olar. Telefon Yolumuz nömrə işdir. 051 825 26 52. Adın? Adım Ramindir, Göyçay rayonu. Göyçay rayonunda Bəli. baxır. Barteri maraqlı deyil ki, hansı? Xeyr. Nağd pula ehtiyac. Bəli, bəli, nağd pula ehtiyacım var. Deməli Ramin qardaşdan məlumat aldıq. İli 85, motor 06, karopka 4, Radno 06 karopkasıdır deyək. Difir səs eləmir. Karopka atmır, motor yağ yemir. Bir dənə kosmetik şey gördüyünüz kimi indi göstərəcəm. Ehtiyacı var. 2300 start qiymətlə Göyçay maşın bazarındadır. Gəl bu günlərim, yəni bu gün deyəndə daha bu gün siz bu axşam görürsünüz bu videonu. Zəng elə maşın sahibinə Ramin qardaşa. Bax günə. Yəni bu günlərim kənd arasında sürməyə ucuz bəsər maşındır. Dünən yox, keçən bazar Sumqayıtın bazarına 81-in 06-ın 7000 manata çıxardıblar. Təbii ki 06, yəni yaxşı 06 olub, amma bu da 85-indir. 2300 start qiymətdir. Gəl bax. Razılaş. Kənd arasına sürməyə, nə fəhlə daşımağa münasib bir maşındır. Bax, kapotu qaldırmaq yadımdan çıxdı. Yəni baxırıq, motor da belə, akkumulatoru yenidir. Gördüyünüz kimi təzə. Motor yağ yemir. Belə, Ramin qardaş məlumatlar qeyd elədi. Mən də təkrarladım. Sizə də bu 06 maraqlı gələrsə 23 nömrə ilə Göyçay əhalimizi salamlayıram. Qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 06 haqq. Dəyərli hörmətli YouTube izləyiciləri, 06 həvəskarları, özünə yaxşı 06 alıb sürmək istəyən izləyicilərimiz birini çəkmişəm, növbəti bir ağ 06-nı çəkib göstərəcəm. Qardaşdan məlumat alacağıq, daha sonra ətraflı geniş bir çəkiş eləyəcək. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? İli 83. Ay maşallah 83. Yüzdən 83 oxşatmırdım. 97, 98-in 06-nı oxşadırdım. 83 motoru Motor 06. 06. Karopka 4-5. Karabka 4. 4'dü. Motor yağ yeyir. Motor yağı yemiş. Karopka atır. Karabka 2'den var. 2'dən atır. Difrində səsi var? Yok. Yoxdur. Periodok sistemi, xadavoy sistemi? Hiçbir problem yok. Yoxdur. Qiymət? Kıymet 3000'e. 3000 sondur. Yox, razılaşma yolu ilə. Ha, 3000-ə deyirsən, razılaşma yolu ilə. Telefon nömrə eşidək. 050 Aha, 598 aha. 11 19. Adın? Elgün. Maşınlarda baxmaq olar Elgün. Bu özüm bu Göyçayda. başımdan ama Göyçay Göyçay arasında. arasında. Hansı maşınla barterə gedərsən, yoxsa nağd pula Yok, ehtiyac? neft pula Nağd ihtiyaç. pula ehtiyac var. Elgün qardaşdan məlumatlar aldıq. İndi geniş özüm bir çəkiş eləyəcəm.
Valla belə üzdən baxanda sözün açığı mən bunu 97, 96 belə bənzərdirdim. Maşınımız indi 83-dür. Motor 06, karovka 4. Motor yağ yemir, karovka 2-dən atır. Qiymətdə çıxılacaq. Difir səs eləmir. Paradox sistemin yaxşıdır. Yəni şey eləmir. Bu qapı deyəsən kilitlənib, hə. Qapı kilitlənib. Səhv eləmirəmsə görüm. Aha, içərdən açıldı. Belə 3000 start qiymət. Maşallah qalan qulaq da arxadadır. İndi işləyir, işləmir bilmirəm. Ön qapını da örtüm. Mən həmişə qapılarda şey edirəm. Belə kosmetik işlərə ehtiyacı var. Yüngül. Belə vəziyyətləri. Alt üst problem. Baxırıq. Aha, 16 motor. Akkumulatoru yaxşı. Belə. Bax, Elgün qardaş məlumatları qeyd elədi. Mən də təkrarladım. Sizə də bu maşın maraqlı gələrsə, Elgün qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlərə növbəti bir 06 çəkib göstərəcəm. Bayaq birini çəkmişəm. Onun ili səhv eləmirəmsə 85 idi. Bunun ili isə 94-dür. Münasib qiymətədir. İkram əmmimizdən məlumat alacağıq. Daha sonra məlumatda özüm təkrarlayacağam. Salam İkram əmmi. Bazarı olsun. Aleykümselam. Ya Allah. Dedin 94. İli 94. Motor 03. Aha. Karovka Karovka 4. 4. 4. Aha. Difirdə səs yox. Motor yağ yemir. Motor yağ yemir gül kimi. Karovka atmır. Tərtəmiz gül kimi. Atmır. Paradox sistemi normal. Bir tık söhbəti yox. Bir dənə kosmetik şey ehtiyacı var. Ay sağ ol. Bir dənə dal zapaskanın yerində çürük var. Altında İndi polunda orada heç nə çəkim. yox. Ha, göstər. Bir dənə dal zapaskan yerində dedin çürüyü var. Yəni qiyməti nə demisən İkram əmmi? 2600. 2600 sondur. Razılaşma olacaq. Razılaşma olacaq. Telefon nömrəsi 051 354. 44 69. Adı İkram əmmimizdir. Göyçayda baxmaq olar. Barter maraqlı deyil. Yox. Nağd pula ehtiyacı var. Belə, indi mən təkrarlayacağam. Bax, maşınımızın ili 94-dür. Motor 03, karovka 4. Difirdə səs yox. Karovka atma söhbəti yox. Paradox sistemi əla. Bir dənə, İkram buradan keçək. Bir dənə, bax burada. Bax, burada çürüyü var. Altı başı belə bir dənə buradan çıxmaq şərtinə, qalan yerində çürüyü falan yox. Kosmetik şey ehtiyacı var. 2600 start qiymətdir. Təbii ki, real alıcı əlbəttə ki, endirim olunacaq öz yerində. Buranı bir dənə belə çəkeyim. Baxın, belə maşındır da, yəni bu qiymətə bu dəqiqə yəni 35, 36, 37 deyirlər. 88-in 07-si var əlimdə. 37-yə deyir. Düşüb 3000-ə. 700 manat endirim edib. Yəni bu qiymətə belə bu ildə belə qiymətə 06 siz çətin taparsınız. Çox çətin taparsınız. Bir dənə kosmetik işini gördü, bir dənə də arxanın yüngül. İstəsən çürüyün çıxart, istəsən çıxartma sür elə. Yəni 2600 yəqin ki, İkram əmmimiz də yəni başa düşən adamdır. Qiymətdə endirim eləyəcək. Akkumulyatorda yer. Noluş motoru. Noluş motoru. Yəni yağ yemir, nə bilim. Gələn ustası ilə. Gələn də bax İkram əmmin o sözündən ötəri mən ölürəm. Gələn ustası ilə gəlsin, baxsın maşın. Baxsın, alsın, aparsın. Sürsün, baxsın. Sürsün, baxsın. Bax qəşəng nömrəsi 20338. Yəni Göyçay nömrəsidir. Deyəsiniz nömrədən, amma qəşəngdir Göyçayın nömrədə. Davenus, Texus Motor, Svorta 1 il. 1 il. Ayın 8-də. Aha, hamısı 1 il. Hamısı 1 il. Gəl maşını sür, bax, usullə gəl, sür, bax, yoxla. Allah alana da, satana da xeyir versin. Əgər bu maşın maraqlı gələrsə, İkram əmmimizin telefon nömrəsi 051 354 44 69. Zəng eləyin. Maşından. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Mənə kommentləri oxuyuram. Yazırsınız 04 çək, 04 çək, 04 maraqlan. Sizə Göyçay maşın bazarında Vaz 2104 markalı avtomobilin çəkisini eləyəcəm. Amma qardaşımız yanımızdan bir dənə qısa məlumat alacaq. Daha sonra geniş bir çəkiş eləyəcəm. Salam aleyküm qardaş. Bazarı olsun. Ya Allah, məlumat alar. İli 2007'de injektör motordu. Aha. Motorunda yağ yeməyi Heç nə. yoxdur. Karovkada atmağı.
Heç nə yox. 5 korobkada yəqin. Difrində səsi. 90-da səs eləyir. 90-da səs Ha, eləyir. cüzi, Cüzi bir səs. Bir də kosmetik şey ehtiyacı var. Bəli, Başqa bir periodok falan hamısı yerində. yerində. Altında çürüyü falan Heç nə. yox. Üstündən yaxşıdır. Üstündən yaxşıdır. Qiyməti nədir? Qiyməti 5700. 5700 sondur yoxsa Ya razılaşma olacaq. razılaşma olacaq? Telefon nömrə alaq. 077 Aha. 380 93 00. Adın? Mehman. Mehman. Harda baxmaq olar Mehman? Göyçayda. Göyçayda. Nömrənin üstündə verirsən. Hansısa maşınla barterə gedərsən, nağd pula ehtiyac var. Mehman qardaşdan məlumat aldıq. Geniş bir çəkişi özüm edəcəm. 2007 injektor. Motor yağ yemir. Korobka 5'li 60. Difrində cüzi səsi var. Kosmetik şey ehtiyacı var. 5700 start qiymət. Real alıcıya təbii ki maşının yanında endirim olunacaq. 90 nömrə üstündə qalacaq. Baz 21 noldur, metalli. Salon səliqəlidir. Gördüyünüz kimi. Baxırıq. Səliqəlidir. Və gəldik yük yerinə. Baxacağıq. Yük yeri. Noldutdanın yük yeri geniş olur da. O mənə ləzzət edir. Baxın yük yeri bax belə vəziyyətdədir. Yəni bunu qaldırıb çəkmir. Yo dəmə Mehman, dəmə. Öz gəlib alan adam gəlsin özü qaldırsın çəkmir. Mən oranı eşələyənə qədər, qaldırana qədər, axtarana qədər vaxt gedəcək. Şitdə maşın sahibinin istəyinə uyğun olaraq üzdənib. Oturacaqda bu ön oturacaqda yüngül bir problemi var. İstəsiz yəni bu vəziyyətdə idarə edə bilərsiniz, istəsiz oturacaqlara üst çəkdirə bilərsiniz. Motor, injektor motor, akkumulyator yeni 5700 start qiymət. Real alıcıya təbii ki endirim olunacaq. Gəl maşının yanında bax, danış, gələn ustası ilə gəlsin təbii ki, sürsün, axtarsın, baxsın, altında çürüyü yox, kosmetik şey ehtiyacı var, 5700 start qiymət, real alıcıya endirim olunacaq. Sizə də bu maşın maraqlı gələrsə, Mehman qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng çürüb maraqlana bilərsiniz. Bunu oldu. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 4göz həvəskarları, özünə ideal 4göz alıb sürmək istəyən izləyicilər videoya diqqətlə yaxından baxın. Sizə bir dənə 4göz çəkib göstərəcəm. Qəşəng nömrə də üstündədir, amma bir dənə sahibinin üzünü göstərməyəcəm. Dedi üzümüz göstərmir. Bir qısa məlumat alacağıq. Salam əleykum əmi. Bazarı olsun. Sağ ol. Qısa bir məlumat. İli İli kimi 2000. Motor 7 dizel. dizi. Ay maşallah. Motor, korobka, xodovay sistemi. Heç nə problemi yox. Problemi yox. Kondisioner hamısı işlək. Hamısı işləyir. Lüku yoxdur. Yox. Yoxdur. Qiyməti nə demisən? Qiyməti Mənə dediyin qiymət 13000 demisən. bəli. Real alıcıya endirim olunacaq. Endirim Çünki bayaqlarım soruşmuşam, maraqlanmışam. 13000 dedəmimiz endirim olunacaq. Telefon nömrəsi. Telefon nömrəsi deyim. Ha, de nömrə deyil. 050 Aha. 333 42 38. 050 333 42 38 əmmimizin adı. Anar. Anar əmmimizdir. Maşına göçədə baxmaq olar anam. Bəli. Nömrə üstündə veriləcək. Bəli. Barterə gedirsən hansısa maşın? Yox. Naqd ehtiyac var. Deməli ili 2000-dir. 27 dizel. Yəni 27 dizelləri bilirsiniz də. Yəni belə deyək də dizeli iyniyir də bu maşın, yəni yanacaq sərfiyyatı yoxdur bu maşında. Motor, korobka hamısı ideal vəziyyətdə Mercedes Y270. Nömrə üstündə veriləcək. 13000 start qiymətli. Surotla satılmalı, təcili satılmalıdır. Yəni qəşəng bir endirimimiz də olacaq. Parça salondur. Gördüyünüz kimi 4 şüşənin 4'ü də padiomlikdir. Xatırada avtomat sürətlər qutusu, ay nə bilim korobkada gecikmə, motorda yağ yemə, xodovay sistemində problem, heç bir söhbət gedə bilməz. Arxa görüntü kameramız da mövcuddur. Onu da qeyd edeyim. Ay maşallah. Fikir verin. Bəh. Səliqəli. Səliqəli. Həqiqətən maşın sahibi Anar əmmimiz maşına göz bəbəyi kimi baxıb, qoruyub, saxlayıb. İndi təcili pulu ehtiyac var deyə satılır. Deməli 319.933 kilometr orijinal yürüyüş, böyük LED monitor, avtomat sürətlər qutusu, 4 şüşənin avtomatik qalxıb enməsi, kondisioner işlək vəziyyətdə, bütün burada gördüyünüz funksiyaların hamısı işlək vəziyyətdə və
260 sürətlər kutusu, onu da qeyd edeyim. Və gəldik maşınımızın deməli mühərrik yerini qaldıracağıq. Bir dənə burada bunun zadını tapa bilsəm. Hə, burada. Tapdım. Hə, bir dənə qaldır. Aha, 2.7 dizel motor. Canavar. Sizə də bu maşın maraqlı gələrsə, ana rəmimiz nömrə qeyd elədi. Səhv eləmirəmsə 050 333 42 38 dedim nömrəni. O nömrə ilə zəng vurub bu 4 göz haqqında geniş bir maraqlana bilərsiniz, baxa bilərsiniz. Maraqlı olarsa o nömrəyə zəng vurun, gəlin bu maşına. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Ağrı Etibar 2107 markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları özüm qeyd edəcəm. Qısa bir məlumat. İl 2005-dir, heç bir problemi yoxdur. Dəyişəndən vuruqdan söhbət edə bilməz. Maşın üzdən üzə kraskalanıb. Qiyməti, bugünkü bazara olan qiymət 5500 manat. Real alıcı endirim olunacaq. 055 913 32 46. Maşın sahibinin adı Talih. Çəkək göstərək. 10 nömrə üzərində qalır qəşəng bir nömrə. Salon səliqəli. Gördüyünüz kimi. Salon səliqəlidir. Bağacı çəkəcəm yük yerim, belə deyək. Amma qapı üzlükləri də, abifkalar da yığılıb öz yerində. Gedək həm yük yerini çəkək, həm mühərrik yerini çəkək. Yük yeri baxın, belə vəziyyətdə. Və açarı taxaq yerinə. Mühərrik yeri karbürator motordur, akkumulatoru yeni, mühərrik yeri səliqəli. Belə çəkdim, göstərdim. Sizə də bunu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bunu 07 haqqında barter təkliflərinizi də qeyd eləyə bilərsiniz.